Salam, hər vaxtınız xeyir olsun. Bir neçə gün öncə Bərdədə Şadlıq saraylarının birində toy mərasimində idim. Demək, orada olan vəziyyət inanın ki, rüsvayçılıq. Demək, saat 5-də qonaqlar çağırılıbdı. 5-in yarısından 5-ə qalmış qonaqlar gəlir, Şadlıq sarayının həyətində, foyesində gözləyirlər. Demək, qapı açılan kimi bir sıxasıq düşür oradakı zala daxil olmaqdan ötəri. Bir-birini tələmə. İndi elə bir kadrım var, mən sizə təqdim edəcəm, baxın görün, biabırçılıqdır. Hətta orada mən getdiyim o mərasimdə paytaxtdan da qonaq gəlmişdir, qıraq rayonlardan da. İnanın ki, məhdər qalmışdılar ki, bu nə vəziyyətdir. Birinci mən belə düşünürəm ki, dəvət elədiyin qonağın üzünə qapı bağlamamalısan. İndi bunun Azərbaycanın hər bir regionundan sən qonaq dəvət edirsən toya. Qonaqlar gəlsin, qadını, kişili, foyada otursun, gözləsin, ayaq üstə dursun, gözləsin. Bu yaxşı bir şey deyil. Və mən istəyərəm ki, əziz bərdəlilər, bu həqiqətən də bu xoşa gəlməz vəziyyəti aradan qaldıraq. Şadlıq evlərinin rəhbərlərindən də xahiş edirəm ki, həmin toy eləyən insanlarla danışsınlar, bu aradan qaldırılsın. Rayonda həqiqətən də bu xoşa gələn bir şey deyil. Onsuz da o toya gələn bir tikə çörək yeməyə gəlir. Elə gələn qonaqlar gəldiyi vaxtda da keçib öz masalarında əyləşdilər, hamısından yaxşı olar. Allah Teala köməyimiz olsun. Amma gəlin bir daha düşünəyin, bu məsələni aradan qaldıralım. Çox biabırçı bir vəziyyətdir. Həmin videonu bir daha bayaq qeyd elədim, təqdim edirəm, baxın. Videonu hamımız izlədikdə gördük hansı bir xoşa gəlməz mənzərə yaranır. Burada mən Şadlıq evlərinin rəhbərlərində günah görmürəm. Ona görə ki, həmin mənzərəni yaradan toy sahibləridir ki, Şadlıq evlərinə bildirirlər ki, saat 5-ə qonağımızı dəvət eləmişik. O müddətə 5-ə kimi bütün qonaqlar yığılsın, saat 5-də zalın qapısı açılsın, qonaqlar da saat 5-də zala daxil olub masalarında əyləşsinlər. Amma onu da qeyd edeyim ki, bizim qıraqdan da qonaqlar dəvət edirik Bərdiyə toya, Bakı şəhərindən də dəvət edirik. Həqiqətən də xoşa gəlməz mənzərə yaranır. Bu heç bir rayonda mən rast gəlməmişəm belə bir şeyə. Bir daha xahiş edərdim ki, belə bir mənzərəni, belə bir xoşa gəlməz mənzərəni aradan qaldıraq. Həqiqətən də yaxşı bir hal deyil. Sağ olun dostlar.